Yay fəslində bəziləri xarici ölkələrə, daha dəqiq desək qonşu ölkələrə məhz şəxsi avtomobilləri ilə getməyə üstünlük verirlər. Təbii ki, öz avtomobili ilə gedənlər yaxın ölkələri hədəf seçirlər. Bununla bağlı ölkəmizin Avropada geniş yayılan sığorta sisteminə qoşulması gözlənilir. Yaşıl kart adlanan bu sığortanın mahiyyəti və üstünlükləri növbəti sujetimizdə. Avropa ölkələrinin demək olar ki, hamısında tətbiq edilən yaşıl kart sığortası ölkəmizdə də tətbiq ediləcək. Səyahətə öz avtomobili ilə gedənlərə bir sıra üstünlük verən bu sığorta ilə bağlı qızğın işlər gedir. Yaşıl kart sığortasının mahiyyəti budur. Tutaq ki, siz hansısa bir xarici ölkəyə məhz öz avtomobiliniz vasitəsilə gedirsiniz və həmin ölkədə məhz sizin günahınızın ucbatından hansısa bir qəza baş verib. Əgər sizin yaşıl kartınız varsa, o zaman dəymiş ziyanı məhz həmin ölkənin icbari sığorta bürosu ödəyir. Daha sonra isə nə edirlər? Onlar bütün sənədləri toplayaraq Azərbaycandakı yaşıl kart sisteminə göndərirlər ki, sizin filan sayılı sığorta şəhadətnaməsi ilə sığortalanmış sürücünüz filan tarixdə Yunanistanda belə bir hadisə törədir və biz onunla bağlı 1000 avro, 2000 avro və yaxud da 10.000 avro ödəniş həyata keçirmişik. Xahiş edirik bu ödənişin bizə geri qaytarılmasına köməklik göstərəsiniz. Bu sığortanın olmaması bir sıra problemlərə səbəb ola bilər. Çünki qəzaya görə məsuliyyət və cərimələr hər ölkədə fərqli ola bilər. Sizə yerli qanunvericiliyin tələbləri olur, məhkəməyə müraciət edirlər, siz məhkəməyə avtomobilə həbs qoyula bilər, siz o zərləri ödəyənə qədər siz ölkədən çıxa bilməzsiniz. Yəni, başınıza heç təsəvvür edə bilməyəcəyiniz qədər ciddi məsələlər gələ bilər. Amma yaşıl kart olduqda isə siz sadəcə sığorta kartınızı yerli yaşıl kart bürosuna göstərərək bütün bu problemlərdən azad olursunuz. Müşahidələr göstərir ki, adətən insanlar şəxsi avtomobilləri ilə qonşu ölkələrə səyahətə gedirlər. Ölkəmizin qonşularından Rusiya, İran, Türkiyə bu sistemdən istifadə edir. Təbii ki, bu sığortanın tarifləri ölkədən ölkəyə dəyişir. Səyahət edilən günlərin sayından asılı olaraq təxminən 10-20 avro arasında bir günlük tarif olaraq dəyişir. Əgər çox qısa müddətli və yaxud yaxın ölkələrə səyahət edirsinizsə, məsələn, Türkiyə, bu tarif daha ucuzdur. Avropa Bürolar Şurasının tələblərindən biri odur ki, bu sığortanın tətbiqi üçün Avropa Bankına 5 milyonluq zəmanət məktubu göndərilməlidir. Bununla yanaşı, yerli qanunvericilik bazasının da buna uyğunlaşdırılması vacibdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununa müvafiq dəyişikliklər layihəsi hazırlanmışdır və aidiyyatı dövlət orqanlarına təqdim olunmuşdur. Dəyişikliklər layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması ehtimal olunur.